Avropa Azərbaycandan qaz idxalının artmasına ehtiyac duyur. Bunu Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 3-cü iclasının nəticələrinə həsr olunan mətbuat konfransı zamanı Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Jorgensen deyib. Energetika naziri Pərviz Şahbazov isə qaz istehsalının artımı ilə bağlı açıqlama verib. Let me underline that we are not only grateful for Biz son illərdə Azərbaycandan idxal etməyə nail olduğumuz qaz üçün təkcə minnətdar deyilik. Biz Rusiya qazından imtina üçün də bu tədarükə ciddi şəkildə ehtiyac duymuşuq. Amma əməkdaşlığın davam edəcəyinə ümid edirik və onu genişləndirməkdə çox maraqlıyıq. Çünki bu gün də qazımızın 13%-ni Rusiyadan alırıq və biz bu rəqəmi sıfıra indirmək istəyirik. Eyni zamanda etiraf etməliyik ki, biz hazırda yaşıl keçid mərhələsindəyik. Daha çox bərpa olunan enerji tətbiq edirik, lakin qaz hələ bir neçə il ərzində enerji balansımızın bir hissəsi olacaq. Mən çox əminəm ki, əgər Azərbaycan daha çox qaz təmin edə bilsə, Avropa bunu almaqda çox maraqlı olacaq. Yeni qaz təchizatının əldə edilməsi və bu rəqəmlərin artırılması üçün daha çox Avropa İttifaqı ilə əməkdaşlığımıza ehtiyac var. Ona görə ki, burada söhbət uzun müddətli kontraktlardan getməlidir. Biz təbii qaz istehsal edirik və boru xətti ilə onu təchiz edirik. Bizim imkanlarımız yoxdur ki, əgər hər hansı bir səbəblərə görə qaz təchizatı baş verməsə, bunu başqa bir yerə yönəldək. Ona görə bu bir xüsusiyyətdir. Bizə uzun müddətli kontraktlar və eyni zamanda əlbəttə ki, Avropa İttifaqından qarantiyalar və mümkün qədər investisiyalar və maliyyələşdirmə lazımdır ki, biz daha böyük templə öz demək, qaz istehsalı prosesini və bizi Avropa ilə birləşdirən qaz təchizatı infrastrukturu genişləndirə bilək.